Yuxarı doğru 2 metr bölünsün saniyə kvadratı təcillə yeniləşən hərəkət edir. Kütlələri 4 kq, 6 kq olan cisimlər isə sərbəst buraxılır. Buna görə cisimlərin asansöra görə eyməsinin böyüklüyü. Cismin təcili yuxarı doğrudur və təcili sistemlərdə təcilin əksinə bir dənə ətalət qüvvəsi yaranır. Deməli, bu cisimlərin aşağıya doğru məsələn, bu cismin 60 Newton ağırlığı varsa, bir dənə də EMA qədər ətalət qüvvəsi təsir edəcək. Kütləsi 6, təcil 2 eləyəcək 12. Bu cisimə aşağıya doğru 1,40, bir də EMA təsir edir. Yəni, 4 vurulsun ki, 8. İndi baxaq. Elə bir belə olur da. Aşağıya doğru 48 ilə 8, 48 Newton. Bunu isə aşağıya doğru 72 Newtonluq ümumilikdə qüvvə təsir edəcək. Onda təcili tapanda nə edirik? Əvəzləyici qüvvəni sistem kütləsinə bölürük. Sistemin kütləsi 4,6, 10, əvəzləyicisi 72 çıxılsın. 48, deməli 4, 24, ona da böləndə cavab eləyəcək 2,4 metr bölü saniyə kvadratı cavab olur B variantı.